Sənə bir dənə ev tapmışam. Köhnə tikili, özünə tikilmə ev, 2 otaq kasıbmalı geniş həyət axtardın. Xırdalanda bu boyda həyətlə bu qiymətə ev yoxdur. Bax, gəl bura. Burada gül əkmək üçün yerdir. Həyətində nar ağacı var, üzüm ağacı var. Köhnə darvazadır. Hər birini salamlayıram Xırdalan şəhərindən. Çox gözəl qiymətə, çox gözəl 2 otaq, tam təmirli, super həyət evimiz satışa çıxıb. Qiyməti də çox yaxşı bir qiymətdir. Real bazar qiyməti. Bu bunun qapısı. Daxil olduq içəri. Daxil olanda burada yerləşir hamamı və sanuzeli. Təmirdən yeni çıxıb. Özünə tikilmə evdir, dədə-baba evi olur. Özünə tikilmə evdir. Sadəcə yenidən təmir və tikinti işləri aparılıb. Daxil oluruq evin içərisindən doğru bu hissədə girən kimi mətbəx. Mətbəx mebeli hazırdır. Bunun da öz qapısı var. Girdin, bağladın. Yəni, iyi qoxu içəri gəlmir. Burada yerləşir evin bir otağı girən kimi. Özünün müstəqil pəncərəsi, pərdəsi, lüstrü hamısı hazırdır. Qiymət möhtəşəm bir gün. Yəni sən Xırdalanda həyətinə maşın daxil olan, belə deyim, həyətə 3 maşın rahat ardarda daxil olur. Asfalt küçənin üzərində yerləşən çox möhtəşəm bir evdir. Buradan da daxil oluruq evin ikinci otağına. Baxın, bir pəncərəsi də oradadır. Görürsünüz, gəlüzdən hamısı asılıb. Lüstrü qaydasında asılıb, pərdəsi asılıb, reşotkaları hazırdır. Cəmi cümlətanı bu evin qiyməti 41.500 manatdır. Real alıcı olarsa, gəlib yerdə danışıb razılaşma olmayacaq. Və bu evdə sənə bir dənə şərtim var ki, əgər ki, məsəl üçün 4.000, 5.000 pulundan çatmasa, onu hər ay aylığa bölüb, belə deyim, verə bilərsən. Məsələn, deyək ki, əlində varındır 36.000, 37.000-in, 3-4 milyon çatmır. Gəl onu aylığa bölək, onu da etap-etap ver. Hər birinizin evi olar inşallah, hər birinizə bax, belə bir gözəl ev qismət olsun. Sağ olun, salamat qalın.